qardaşım. Əvvəl onu deyim ki, Səfər müəllim, belə Sumqayıtda bir şey vardı. İstəsə getməz, istəsə getməz. İstəsə getməyirlər. Qardaşım Səfər müəllim, qardaşım, bir də onlardan başqa 4 nəfər, 6 nəfər bir yerdə kəndimizin çıxacağında bir köprü var. İndi inşallah gedənlər görmüşük. Sizlərdə apararam, qonaq görərsiniz. Həmin yolda gəlib qaya dağ var, dağın başında, qayanın başında gözləyirlər ki, ermənilər deyirlər ki, bu Cəbrayıl tərəfdən girəcəklər, öbür yoldan girəcəklər. Orada gəlirlər, qayanın başında oturub onu erməniləri gözləyirlər ki, çünki kəndin cəmaatı kənddən çıxmamışdı, hamı kənd deyil. Kimi paltarıyırdı, kimi çörək pişirirdi, kimi nə bilməyim, üzüm bağına getmişdi işləməyə. Kəndin cəmaatı kənddə olanda ermənilər bu tərəfdən bildirirlər ki, ermənilər gəlir. Bunlar gəlir körpünün qabağında, ermənilər gələndə düşür, körpünün qabağında 6 nəfər. Ermənilərin bir böyük ordusunun, böyük eşyalar qarşısını kəsirlər, heç olmasa atışma düşsün, kəndin cəmaatı duyuq düşsün, heç olmasa bir başlarına bir çarə qılsınlar da. Eləcə də altısı da orada ermənilərlə döyüşəndə qəhrəmancasına şəhid olur. 6 nəfər əskərin, 4 nəfər avtomatla düşürlər, ermənin qabağına döyüşürlər. Şəhid olurlar, onların şəhidliyindən sonra ermənilər bunları meydana verirlər. Orada götürürlər, toplu məzar eləyib, atıblar içindən. Sonra da oranı çəkən bir Rus jurnalisti olur, telereporter olur. O deyir ki, onun kitabı da var, onun həmin səhifədə sizə atarım, Aygün xanıma da sizə də atarım, oxuyarsınız. Deyir ki, ermənilər deyir, köprünün yanında 6 nəfərini atmışdı bir xəndəyin içinə. Mən onlardan soruşdum ki, bunun üstünə heç olmasa torpaqlıyım da. İnsan öləndən sonra millət sözü üstündən götürülür, insanlığı qalır. Ancaq görürsən ki, adam neyib. Adı da üstündən götürülür, qalır neyib. Erməni əskəri də deyir ki, yox, bunlar diversantdılar. Qarşımıza çıxırlar, bizə mani oldular, bizlə döyüşdülər ki, biz onların kendini işgal edəmədik. Bunlar diversant olduğuna görə, əskər olduğuna görə bunların üstü torpaqlanmayacaq. Qoyun elə qarğa quzluğu yesinlər, burada bunlar belə olsun. Biz orada 92-ci ildən, 88-ci ildən, 95-ci ilə qədər müdafiə olunan, bir var müdafiə olarsan, bir var hücuma keçəsin. Müdafiə olan qoşunların tərkibində müdafiə sistemini deyilir, ancaq müdafiə olunur. Müdafiə olunduq 90 işğallar bitənənə qədər. Yəni 93-ün axırınacan işğalların hamısı qutardı. 12 rayonun ikisilər Qarabağda işğal olundu. İşğaldan sonra biz əks hücum əməliyyatına keçdik. Qaradiz əks hücum əməliyyatı başladı. Demək, 93-cü ilin dekabr 25-də biz başladıq hazırlaşmağa. Hazır oldu, bir bütöv hazır vəziyyətə gəldik. 94-cü ilin 1 yanvarında əks hücum əməliyyatı başladı. Qaradiz əməliyyatı başladı. Qaradiz əməliyyatı zamanı mən Ramizi orada, axırı səfər gördüyüm oradadır ki, Ramiz dedi, mən ölsəm mənlə tər tapasınız, amma sən ölsən sürtdüyü aparıb atacam, o tərəfə deyəcəm, gəlin aparım, bu mənim üçün görür. Axırıncı səfərlərimizi orada, böyük bir ordunun tərkibində orada, mənim orada olanda daim olanlar oradaydı, 6-7 nəfər daim olanlar idi, sinif odaşımız, kəndçilərimiz, onların çoxunu gördüm orada. Hərəsindən bir söz, hərəsindən bir zarafat ki, mən bilirdim ki, onlar döyüşə gedir, onlar bilirdi ki, mən döyüşə girim. Mən orada tibb bacısıydım, tibbi yardım Səhra hospitalı düzəltmişdik, orada hazır vəziyyətdə yaralıları gözləyir. Ramiz əks hücum əməliyyatında hardasa bir gündə 12 dənə kəndi ermənilərdən azad edilmişdi. Füzulun Arazboylu kəndlərini. 4 gün içində demək olar ki, əksər yerləri azad edilmişdi. Əsas mövqələr Horadizin özü idi, Abdurrahmanlı kəndi idi, sonra Cəbrayılın Cocuq Məcani kəndi. O istiqamətlərdə hücumlar başladı. Ayın 10-da, yanvarın 10-da Ramizin axırıncı döyüşü olub, yuxarı Abdurrahmanlı kəndi. Orada axırıncı səfər görüblər Ramizi bir özünün əskər yoldaşı, həm tələbə yoldaşı. Yaralanır, ağır yaralanır, Ramiz onu qoyub geri qayıtmır. Elə orada onun yanında onu müdafiə edərkən, oradan onu çıxartmaq istəyəcəm. Özü də yaralanır və əsir düşürlər. Əsir düşəndən də sonra o gündən bu günə qədər nə ölçüsündən, nə qalsından, nə mənim qardaşım, nə Səfdərin yanında, qardaşımın yanında olan insanların, nə bizim kənddən olan 53 dənə şəhidi. Heç bir kəndi Nə Ramizin özündən bu günə qədər də. Bir kəndi bütöv qırıblar. Kəndi
Yavrusu. Her birinin ruhu şad olsun. Allah mekanlarını Ya cennet burada bir eylesin. hanımımız da var. İndi bax bir sözdə deyim. Cəmil mən deyirəm ki, Mətanət xanım mənim o